Ağdağ Natural Gips suvağının baş sponsorluğu ilə Məryəm serialı başladı. Sən mənə de, sən elə bilirsən, mənə qalib gələ biləcəksən. İndi gör nə olur. Qorxma, qorxma. Düz get, düz get. Ay, sağ ol. Bura, sola. Sola, sola, sola. Artıq hərəkət eləmə. Ne oldu? Cevap vermir Meryem. Yox. Biz dediydi ona, getmə. Sözə qulaq asmır ki. Çünkü tanımırsan Meryem'i. Beynine bir şey düştüyse elememiş, sakit olan değil. Belki de işi var, zeng eləyər, cevap verer de. Validə, sən bu Kamalı yaxşı tanımırsan. Onun əlindən hər şey gələr. Mənim bu işlərdən gözüm su içmir. Ağzılı xeyriyə çayı Hikmət. Yani deyirsən, bu Kemal Meryem'e nəsə eləyər? Validə, Məryəm Fəxrəddini tutturub. Elə bilirsən Kamal buna göz yumacaq? Mən mütləq bundan maraqlanmalıyım. Akşam vakti hara gedeceksen bəs? Hiç olmasa biraz gözle, belki zeng elədi sənə Meryem. Yox. Mən bu işin axırına çıxmalıyam, görüm nə var, nə yox. Tersten ki tersi. İndi bir de sənə görə narahat olum. Validə, indi mən əl qolumu sallayım, gözləyim. Məryəm də bizə görə bunu eləyərdi. Yaxşı, onda hiç olmasa de görüm hara gedirsən. Gedim xəstəxanaya Fəxrəddinə dəyim. Şu dəlin yanında sənin nə işin var axı? Validə, mən hələ çox yerə dəyməliyəm. Mənim vaxtım azdır. Of Hikmət, of! Bir şey öyrənsəm sənə zəng eləyərəm. Yaxşı. Ne olub, başın ağrıyır? Sizin əlinizdən adamda baş qalar. Axırıma çıxmayana qədər sakit olmayacaqsınız. Dərman içmisən? Bəlkə həkim çağır. Ağzım döyür mənə həkim. Nuray Hanım, Cəhənnəmdə! ne oldu be? Niye əsəbləşmisən? Əsəbləşərəm də.
Arvadın üstüme bir dillerle gelir, elə bir öldürəcək məni bu saat. Azər gəlmisən? Necəsən? Nuray. Bu evde ne olub? Başa düşmədim. Ne deyir? Ha? Başında kurban olun yormayın da adamı da. Bağlayaq da bu söhbəti. Nəsibə xala. Axı mən sizə neynəmişəm? Day ne yiyəcəksən? Elədin eləmişsən də. Bəstirin. Adamı bu eve gelmene peşman eləməyin də. Azər, görmürsən mənə nə deyir? Soruşur mənə ki, mən sizə neynəmişəm. Ana, sənin yanında özünü belə fağır göstərir. Onu görəydin biz evdə tək olanda. Yadındadır? Yadındadır Azər mənim başıma necə oyunlar gətirirdi? Hamısını tezdən təkrar eləyir bu qız. Bəstirin. Mən çalışan fikir vermeyeyim, reaksiya vermeyeyim ama imkan vermirsiniz yaşamama. Sənə də aiddir. Sakit olun, çalışın birbirimizden yola gelin. Bir damın altında yaşayırız. Bir ailelik biz. Ay seni afiristin bir afiris. O dəqiqə başladı gözünün qorasını tökməyə ki, sən ona heç nə deməyəsən. Ay ana bəsdir də, nə olar, yalvarıram sənə. Nuray hamilədir, heç olmasa uşağın xatirinə yola get də oyna. Zaur. Oğlum. Ne fikre geçmişsin? Əmrim ötən keçənləri fikirləşirəm. Bilmirəm Fəxrəddin bu dəfə doğrudan da türmədə yatacaq, yoxsa yenə də bir şey fikirləşib aradan çıxacaq. Sen bunları fikirleşme. O evvel ahırı cezasını almalıydı. Zaur. Yaxşısı budur öz toyun hakkında fikirleş. Daha ne qalıb ki? Ne oldu? Zaur. Mən biraz fikrə getmişəm də. Düzələr. Diyelim sana ki o fikirleri beyninden çıkart. Öz hayatın hakkında fikirler. Öz geleceğin hakkında fikirler. Toyun hakkında fikirler. Yaxşı, yaxşı atam, fikirləşərəm. Fikirləşərəm. Nə olub? Bilçin. Nə olub lan ses verdi? Ha, de görək. Fəxrəddin qaçıb xəstəxanadan. Necə qaçır? Necə qaça bilib? Bilmirəm, mənə də Tural dedi. Bu adam sakit yana bilmir de. Neynəmək istəyirsən axı? Neynəmək istəyirsən? Hara qaçacaqsan sən? Kimə zəng gəlirsən? Məryəmə. Onun üstündən polisləri o gətirmişdi. Mənə elə gəlir ki, nəsə eləyə bilər Məryəmə. Götürmür. Hardasan sen? İşim vardı. Sen ne işin olabilir axı? Bir dəqiqəli fikrim səndən yayında yoxa çıxdın. Bayaqdan mən səni axtarıram. Narahat olma. Ay ata, mən narahatam! Narahatam mən!
Bütün polisler səni axtarır. Gələcəkləri birinci xaraba da buradır. Düz deyirsən. Burada oturmaq olmaz. Oturmağa başqa yer tapmalıyıq. Gedək. Yaxşı. Yaxşı. Neyinəmək fikrindəsən? Ölkədən çıxırsan da sən, ha? Hələ yox. Hələ yox. Biraz səbr elə. Hələ yox. Nəyə səbr eləyim? Yenə nə gələ bağlı? Heç nə. Ata! Sən Məryəm... Hirsifi Məryəmdən çıxmaq istəyirsən, ha? Məryəm məni bu vəziyyətə salıb. Xoşuma gəlir. Ay taxı, sən niyə başa düşmürsən ki, sən özünü təhlükəyə atırsan? Nə olar, əl çək də bu Məryəmdən. Nə olar, xahiş edirəm ata. Qaç çıx get buralardan. Ara sakitləşəndən sonra gələrsən. Mən Məryəmə həyat dərsi verməliyəm. Neyəcəksən ki? Ata, bizim aramızda sir olmamalıdır. Sən neynəmə fikrindəsən? Deyəcəklərimi eşitməyə hazır deyilsən hələ. Gözlərindən görürəm. Gəl belə eləyək. Mən sən deyən eləyim. Çıxım, gedim buralardan. Yaxşı? Darıxma. Zavur, gəl. Necəsən? Yaxşı. Hazır bağışda səhər-səhər səni narahat eləyirəm. Yox, problem yoxdur. Nəsə olur? Sən bilmirsən Məryəm var dedi. Yox. Nədir ki? Fəxrəddin dünəndən xəstəxanadan qaçıb, Məryəm də elə dünəndən ortalıqda yoxdur. Qaçıb? Necə qaçıb o xəstəxanadan? Zaur. Necəsiz Nəsmə xanım? Çox sağ ol mənim balam. Xoş gəlmisən. Çox. Buradan işləyəmmisiniz? Keçin içəridə. Yox Nəsmə xanım, bir iki kəlmə işim var idi Azərlə tələsirəm. Nə olub bəyəm? Daha nə olacaq? Fəxrəddin qaçıb xəstəxanadan, Məryəm də yoxdur ortalıqda. Ay Allah. Bu kişi bizim başımıza bir bəla oldu da. Azər, mən gedim axtarım, görüm neyə bilirəm. Sən də bəlkə soraqlaşasan, bəlkə kimsə bilə bilər Məryəm hardadır. Yox, mütləq. Mən indi bir-iki yer var, ora zəng vuraram. Amma polisə də demək lazımdır ya. Birinci elə polisə gedirəm. Onlarla danışım, sonra görüm neyinirəm. Bir xəbər olsa mənə deyinən də yaxşı. Mütləq, sən də. Çox sağ ol Nəsmə xanım, bağışla. Sağ salamat mənim balam. Belə də iş olar. Elə istəyirik ki, biraz rahat nəfəs ala. Yenə aləm qaçışır bir-birinə. Bax, sən qurban olaram. Heç olmasa axırı yaxşı olsun. Nə fikirləşirsən, Azər? Bir xəbər çıxmadı. Yox. Hara gedər axı bu? Polis də hər yerdə onu axtarır. Bilmirəm. Kamala zəng eləyirəm, götürmür. Dayı dünəndən gəzmədiyim yer qalmıyor. Ay Hikmət, belə deyib məni də qorxudursan. Bəlkə Zara zəng eləyim. Sən Allah lazım deyil, səs-küy salma. Ondansa get polisə xəbər ver, onlar axtarıb tapsın Məryəmi. Göz Zara deməklə nə olacaq? Bax, sənə deyirəm validəm. Bu məsələ çox uzun çəkməyəcək. Bugün sabah nəsə olacaq.
Bu Fəxrəddin çox irəli getdi, çox. İndi polislər tapıb öldürsə yaxşıdır onu. Validə sən belə elə. Nəsibə zəng elə, hal-əhval tut. Söz arası soruş ki, Məryəmdən xəbərləri yoxdur ki. Yaxşı, yaxşı. Alo. Necəsən İlkin? Ha sən niyə ölmürsən? Bu qaçı-qaçda hardan vaxt tapmısan mənə zəng eləməyə? Xəbərin var, hamı səni axtarır. Hara kimi gizlənəcəksən? Səninlə görüşmək istəyirəm. Yerini də gəlirəm. Polislə gəlirsən, yəni onu demək istəyirsən. Nə gözləyirdin ki bəs? Mən gözləyirəm ki, sən mənim yanıma tək gələsən. O dostum Turalsız filansız, polissiz. Bilirsən niyə? Niyə? Məryəm. Ay sağ ol, Məryəm. İndi başa düşdün niyə tək gəlməlisən? Gəlməyə də bilərsən ha İlkin. Amma onda bilirsən də nə olur. Ünvanı göndərirəm. Yaxşı-yaxşı fikirləş, qərar. Sən İlkin. Niyə qışqırırsan? İlkin, getməliyəm mən. hara gedirsən? Nərmin məndən inciyib getməliyəm mən. Hara? Bu Mən gedirəm. Oldu? deyən görün. Yaxşı get. Amma özündən müğayət ol. Yaxşı. Nə oldu Azər? Bir şey öyrənə bildin? Tanıdığım nə qədər yerə zəng eləmişəm. Heç kim içine bilir. Bayaq validə ilə danışdım. Onlar da yaman nigarandılar. Mən neyiniyim axı? Mən Məryəmi harada axtarım? Azər. Ana qurban. Otur oturduğun yerdə. Day hara lazımdır zəng eləmisən də. Bundan artıq neyniyə bilərsən? Amma məncə sən indi əlindən gələni eləməlisən. Məryəmə sənin köməyin lazımdır Azər. Az sən nə danışdığını fikirləşirsən? Ha. Gör bu Fəxrəddin necə təhlükəli adamdır ki, indi şəhərin bütün polisləri onu axtarır. Elə ona görə də mən Məryəmə kömək eləməliyəm. Nuray düz deyir. Nəsə eləmək lazımdır. Bala, mən sənə görə narahat oluram. Nə olar, baş qoşma da bu işə. Əşi, polislərdən cəld hərəkət eləyəcəksən. Tapacaqlar da bu Fəxrəddini. Məryəm polislərə Fəxrəddinin kim olduğunu göstərib. İndi başa düşürsən ki, o necə hirslidir? Mən də onu deyirəm də oğlum. Baş qoşma bu işə, nə olar? Sən nə baxırsan az? Bir sözdür də. Elə gic məsləhətlər verməyi bacarırsan oğluma. Mən? Mən bilirəm nə eləmək lazımdır. Gedim əynimi dəyişim. Azər. Azər, hara gedirsən?
Kemal, mənim səninlə davadalaş eləmək fikrim yoxdur. Sənə bir sual verəcəm. Məryəm hardadır? Başa düşmədim. Burada başa düşməməli nə var ki? Məryəm dünəndən yoxa çıxıb. Dünəndən, yəni sənin atovun xəstəxanadan qaçan günündən. Hardadır Məryəm Kemal? Mən bilmirəm. Ola bilər bilmirsən. Amma atomun yerini bilirsən. Əgər Məryəm onun əlindədirsə bu... Məryəmi mənim atam qaçırtmayıb. Kemal, ikimiz də bilirik ki, bu belə deyil. Bütün şəhər indi sənin atovu axtarır. Qoy ağlını yıxsın, başına təslim olsun Kemal. Sən ona bunu de. Çıx bayra. Çıx bayra sənə deyirəm! Kemal, əgər Məryəm doğrudan da sənin atovun əlindədirsə, bu son deməkdir, sən bunu bilirsən. Əgər sənin Məryəmə zərrə qədər də hissin olubsa haçansa, onu dayandır, ağılsızlıq eləməsin. Atam qaçırtmayıb Məryəmi. Amma mən taparam onu. Tap. Fəxrəddinə də dinən ki, çox qaçmasın. Onsuz da bugün ya sabah onu tutacaqlar. Yazıq gəlsin özünə. Necəsən? Yaxşı. Sən necəsən? Yaxşı. Nə oldu, barışdınız bacınla? Yox. Heç yerdə də mənə danışmadın. Gəl heç mübahisə eləməzdiniz. Düz demir axı Rüfət. Sən onu nə eləmisən ki? Ya başa düşürəm, mən ona heç nə eləməmişəm. Amma onu da başa düşmək olar. Mənim də səhvlərim var. Gərək Zaur haqqında hər şey danışmazdım ona. O Zauru sevir və həqiqətləri eşitmək istəmir. Özü söz eşitmək istəmirsən, onda niyə mən nəsə deyirəm? Bilmirəm, amma məncə sən gedib barışmalısan. Mən istəmirəm siz küslü qalasınız. Mən özüm də elə gedib danışacağım onunla. Niyə vəziyyəti belə bayatda çatdıra biləm? Nə bilim? Yox, məncə sən get barış bacınla. Mən istəyirəm sənin yanında rahat dura bilim, rahat gəzə bilim. İstəmirəm sizin ailə üzvlərdən kimsə bizim bir yerdə olmağımıza etiraz eləsin. Başa düşürsən? Mütləq barış. Yaxşı. Hə? Danışdın Zaurla? Dəyərli məsləhətlərinə qulaq asdın? Məryəmi sən qaçırtmısan? Yox. Xəstəxanadan çıxan gün. Hara yoxa çıxmışdın? Adaydım. Burada. Sənin burada nə işin var idi? Bəzi sənədlər var idi, onları yerbəyər eləməli idim. Ata, sən bilirsən ki, Məryəm mənim üçün çox dəyərlidir. Ay. Mən olmayanda, məndən sonra bilirsən, onlar sənin başına nə oyun gətirəcəklər. Deməli, Məryəmi sən qaçırmısan, ha? Bağlayaq bu söhbəti. Polislər gəlmişdilər bura. Hə, gəlmişdilər. Sən mənə də görüm, Məryəmi sən qaçırmısan? Bəsdir də, bəsdir. Məryəmi düşündüyün qədər ailəmizi də düşünsəydin, hadisələr bu yerə gəlib çıxmazdı. Rəhmətli bacın Zauru gətirdi, soxdu bizim ailənin içinə. Sən də Məryəmi çox yaxın gətirdin. Çox.
Salam Vidadi müəllim. Necəsiz? Sağ ol yaxşı. Gəlin əyləşin. Yox, zəhmət. Səninlə bir balaca söhbətim var. Nə oldu? Fəxrəddin xəstəxanadan qaçıb. Məryəmi də heç yanda tapa bilmirik. Dəhşət. Bilirəm ki, sənin Kəmalla əlaqələrin var. Bəlkə ona zəng edib öyrənirsən Fəxrəddin hardadır. Mən Kəmalla çoxdandır ki danışmıram. Yəni mənə niyə nəsə desin ki? Həm də o mənim qohumum deyil, dostum deyil. Aysel, söhbət Məryəmin həyatından gedir. Zaur hardadır? İndi düşüb şəhərin canına o qızı axtarır, hə? Aysel, söhbət insan həyatından gedir, başa düşürsən? Zaur ona görə həmişə özünü bəlaya salır. Mən ona zəng edirəm, zənglərimə cavab vermir. Verməz də. Aysel, indi bu söhbətlərin yeri deyil. Biz Fəxrəddini mütləq tapmalıyıq. Qoy öldürsün onu. Əcəb olur o qıza. Ağıllı olardı. Başa düşərdi ki, Fəxrəddin kimlərə baş qoşmaq olmaz. Aysel. Asnura, sən müşteri dinç saxlamırsan. Nəsibə xanım, mən indi nə dedim ki? Azər sənə görə indi küçələrdədir. Allaha and olsun Nuray. Əgər oğlumun başına bir iş gəlsə, sən başım səninlə oynaşacağam. Elə danışırsınız ki, elə bil mən Azərə görə narahat deyiləm. Amma bu dəqiqə Məryəmə kömək lazımdır da. Məryəm üçün mən də nigaranam. Amma Azər ona görə gedib indi böyük təhlükəyə atıb özünü. Siz özünüz də bilirsiniz ki, Məryəm Azərə görə az şeylər eləmir. Amma indi siz özünüz də bilirsiniz ki, bunu mən Azərə demişəm deyənə belə əsəbləşirsiniz. Sənin heç olmasa ömründə bir dəfə ağzından bir xeyir söz çıxır. Mən sizinlə mübahisə eləmək istəmirəm. Bu dəqiqə məni ailəm bir də uşağımı sakitliyə düşündürür. Mənə bax az. Yerimi çox rahatlama. Yəni Məryəm tapılsın, özüm səni aparacam həkimə. Elə bilirsən ki, bu məsələ yadımdan çıxıb, hə? Yox, mən onu belə qoymayacağam. Bu dəfə sən bizi aldada bilməzsən. Bildin? Deməli, sənə etibar eləmək olar. Kişi kimi tək gəlməsən. Məryəm hanı? Hanı Məryəm? Siz bilmirdiniz ki, bu işlərin hamısından sonra sizi peşman eləyəcəm. Fəxrəddin, dedim gələcəm, gəldim. Göstər Məryəmi, bilim ki, salamatdır. Narahat olma. Məryəm salamatdır, hər şey yaxşıdır. Sizin dəstədən bir o Tural yoxdur. Onun da xüsusi yeri var. Fəxrəddin,
sən hələ də başa düşmürsən ki, vaxtın çatır? Hə? Vaxt deyə Fəxrəddin, niyə belə edirsən? Doğrudan vaxt çatıb, Yəni sən məni öldürsən də, öldürməsən də, kimi öldürsən də, kimi öldürməsən də, məqam yetişib. Qoy bu məsələ səni narahat eləməsin. Mənim sizin üçün xüsusi bir sürprizim var. İndi isə gedək. Hesablaşmaq vaxtıdır. Hesablaşmaq vaxtıdır. Ümumiyyətlə xəbəri yoxdur. Ha, bu necə ola bilər ya? Haçan istəyirsən, hər yerdə qarşılaşırlar bu adamlar. İndi mənə lazım olandır. Nə olar, biraz diqqətli ol. Hamısından soruş. Xahiş edirəm səndən. Ne oldu, ne haber var? Heç. Bayaq Kəmalla görüşmüşdüm, o da heç nə bilmir. Ben de öğrenmişim, hiçbir haber yoktu, hiç. Azər, neynəyik biz? Neynəyik? Hara gedək? Tural. Turalı heç yıxmamışam. Ay ya. Tural. Neynirsən sən? Hardasan? Görüşə bilərik. Necəni Fəxrətin yanındasan? Tural, hardadır yerin? Hardasınız? Tural, heç nə eləmə. Qurban olum, heç nə eləmə. Gəlirik biz. Gəlirik, xahiş edirəm, heç nə eləmə. Ne oldu? Məryəm də ilkin də Fəxrətin yanındadır, Tural da orada. Maşın orada mı? Qabaqda saxlamışam, getdik. Geç. Geç. Otur. Orada yok. O birinde. Otur. Narahat olma, hər şey yaxşı olacaq. Yox. Yaxşı heç nə olmayacaq. Biz söhbətimizi eləyək hələlik. Harda olsa Tural gəlib çıxar. Söhbət deyəndə ki... Yox. Söhbət deyəndə ki, bu vaxta qədər olanları safçürük eləməliyik. Və bugün bu mövzu bitməlidir. Buyurun suallarınızı verin. Buyurun. Ağzınız bağlıdır. Buyur İlkin, yağdır ağır suallarını. Fəxrəddin, bu davaya, bu oyuna birinci sən başlamısan. Gör nə qədər adam bağda vermirsən. Verirsən hələ də. Niyə? Nədir xeyrin? Nə? Xeyrim? Hansı xeyrim? Ailəm yerlə yeksan oldu. Mənim oğlumu mənə düşmən elədiniz. Budur mənim xeyrim, budur mənim qazancım. Mələk simasında iblissən, qatilsən sən. Bu qədər adamı öz məqsədinə görə bada verən sənsən, sən elədin bunları. Hamı ilə tək mübarizə aparan, Fəxrəddinin üstünə onları yönəltdin və onları böyük bir zibilə saldın. Sən saldın. Sən elədin. Amma sənə sorğu-sual yoxdur. Niyə? Çünki sən cavansan, qəşəngsən, gözəlsən, gözə gəlimlisən, kişiləri dəli divanə eləməyi bacarırsan, hətta mənim oğlumu da. Vəssalam. Və mənim bunu bildiyimə görə əgər meydim sənin qabağında sərələnsə, sənin ürəyin soymaz. Nə deyirəm ki? Eybi yox. Nə olar? Qisas halaldır. Sənin də meydin mənim qabağımda uzansa, inan mənə, mənim də ürəyim soymaz. Bugün bu davanın
bu söhbətin sonunda ikimizdən birimizin vəziyyəti pis olacaq. O birimizinki isə lap pis. Ölən öləcək. Qalansa vicdan əzabı çəkəcək. Ömrü boyu rahatlıq tapa bilməyəcək. Özünü nə qədər aldatsa da. Deyirəm birdən bəxtimiz gətirsə, belə də, birdən bəxtimiz gətirsə, ikimiz də ölsək. Onda necə olur? Hə? Məncə hamı rahatlıq tapar, elə deyil. Bəlkə elə eləyək. Bəlkə elə səndən başlayaq. Budur, qəhrəmanımız da gəldi. Onu biraz aşağı sal kürəyimə, qaçmıram ki. Ürəyimi boşaltmaq istəyirəm, var. Fəxrəddin, oyun qutardı. Sən uduzdun. Tural gizləmə. Gizləmə. Çək onu. Eləmə. İlkin polislərə zəng elə çağır bura. Tez zəng elə, yoxsa mən bu əclafı burada öldürəcəm. Heç verəməyəcəksən sən. Burada telefonlar tutmur İlkin. Çıx bayra, binadan bayra çıxmalısan. Biraz tələs. Çağır. Get İlkin, get. Çıx bayra. Meryem. Oyun onda bitəcək ki. Bax sən o həbsxanada gəbərəcəksən. Yoxsa düşünürsən ki, bir dənə güllə ilə canını qurtaracaqsan? Hə? Yox. Sən elə ölümə layiq deyilsən. Gəbərəcəksən həbsxanada. Abba. Nə oldu? Turalcan, oyun dəyişdi. Mən indi 3-ə qədər sayacağam. Tural, 3 deyən kimi ikimiz də ataq. Razısan? Hayır. Möhkəm ol Turalcan. Fəxrəddin, məcbur eləmə məni. Möhkəm ol. Hazırsan? Mən saymağa başlayıram Turalcan. Fəxrəddin. 1. Fəxrəddin, məni məcbur eləmə! 2. Məryəm! Ağdağ Natural Gips suvağının baş sponsorluğu ilə Məryəm serialı bitdi.